İmişli rayonunda birini ölümcül, dördünü yerində öldürən, 4 nəfər məktəblini yerində öldürən, birini də ölümcül hala salan, yəni 5 uşağı. Fərəcov, Xanbaba, Əlbaba oğlu. Yalan deyirdilər, sizi alladırdılar vəzifədən getdi, nə bilim, nazir əl qoydu, cəzalanacaq. Yalan deyirlər. O adam orada sıravi polis idi, serjant, onu göndərdilər Qusara, Quba Qusar, opşu trasa inspektor qoydular. Bu xalqı kim daha çox qırırsa ona daha çox vəzifə verirlər. İndi bildinizmi? Mən bugün polisdən öyrənmişəm. Hər iki polis, Quba və Qusar polis şöbələrindən öyrənmişəm. Həmən orada əxini söydü. Əxini bacısının yanında əxi ilə mübahisə edib siyməlisən bu qaba. Ana yanında civi gəzdirə bilirsən, utansan, ana gəl o qaba siyginə. 02 testi götürürlər, narkotik pozitiv ya negativ, yəni narkotik istifadə edən deyə yox. Orada dalaşıblar. Hər nəysə, bu şöbəyə düşüb 1400 verməliymiş. 1000-ini verib 400-ünü də deyib verəcəm. Sonra yenə söyəndə əxi gəlib deyib, buna 23 dənə belə soxubdu. 23 dənə belə soxubdu. Bir dənə buradan xıx eləyib, bir dənə dilini çıxardıb xıx eləyib. Şeyini dibindən xıx eləyib. Təhcə dalına 19 dənə vurulubdu, dalına. Bir dənə radnoy deşiyi var, anos dəliyi, 19 dənə də deşiyi açıblar. Bax ha, Allah var Allah. İlham Əliyev nə qədər uğraş olsa da, onun polisləri nə qədər uğraş olsa da, Vilayət Eyvazov, Allah cəzasını verir artıq. Xalqımız nə qədər sındırılmış olsa da, ayağa qalxıb bunların hamısı kürə töyməsə də, o iş biraz ləngisə də, Allah var bə. Gördünüz mü? Dil yoxdur, şey yoxdur. Şilan qoyublar, şeyinin yerinə şilan qoyublar, pis eləməyə. Həmən o serjant polis var idi ha. İmişlidə xalqın balalarını öldürdü, 5'ini vurdu. Bu yanda da ləzgiləri söydü ha. Təsəvvür edin, 6 dənə obyekti var imiş. Morkalar deyil, mağazinlər deyil, stalovalar deyil. 6 obyekti var imiş. Serjant da, serjant da. İndi 6 obyektin yəqin ki, bunun obyekti 16 dənə idi, Allah bilir, 15 dənə idi. İkisini üçünü satdı, Vilayət Eyvazova verdi. Sonra İmişlidən Perovod gəldi, Qubaya Qusara. Daha demir ki, İmişli də öyle, ora lənzgilərdir. Adamın şeyini dibindən kəsirlər.